Kərbəlaya baxın, Kərbəla hardadır? Mədinədən gələndə birinci Nəcəfdir, Küfədir, sonra Kərbəladır. Heç sual verməmişsiniz özünüzə ki, İmam Hüseyin Küfəyə gedirdi, gedib Kərbəlaya, Küfəni keçib getməlisən Kərbəlaya. O səmtdən gələndə. Niyə görə? Bəs niyə Kərbələdəydi İmam Hüseyin? Çünki icazə vermədilər Küfəyə daxil olsun. İmamın üzünə şəhərin yolunu bağladılar. Adam necə pərt olar, ailəsi uşağı ilə gələr, qapının üzünü açmıyorlar. Bəs Mədiniyə niyə qayıtmadı Peyğəmbər şəhərinə? Orada qoymadılar getməyə. Səhraları dolanır. Səhraları dolanır. Bəs sual verirəm, niyə Kərbəlada dayandılar? Çünki gördü orada su var. Fərat çayı var. Uşaqlar səhrada suyun yanında dayansınlar ki, susuzdan ölməsinlər. Karvan hərəkətdədir. Artıq görsən, ağlamaq səsləri gəlməyə başladı məclisdən. Bax, budur Hüseynin möcüzəsi. İmam Hüseynin möcüzəsi budur. Yeryüzünün cənnət sakinlərinin kərvanıdır bu. Yeryüzündə cənnət sakinləri hamısı toplaşıb bu kərvana. Cəbrail bu kərvanın xidmətçisidir, mələklər xidmətçisidir. Heç vaxt bu qədər parlaq insan bir yerə toplaşmayıb, bir kərvanda olmayıb. Hərəsi bir günəşdir, parıldayır. Yazırlar və nəzərə iləyhim və bəka. Hüseyin baxdı xanımlara gözaltı və ağladı. Göz yaşı tökdü. Bu karvanın ən qoca adamlarından birini çağırın, çağırdılar. Bu yeri tanıyırsan, bu yerin adı nədir? Dedi, Neynəva Şəddül Furat. Dedi, başqa bir adı yoxdur. Dedi, ağa var, bir adı da var, Kərbəladır. Dedi, Kərbəla deyəndə biraz uzadan ağladı İmam Hüseyin. Dedi, yükləri boşaldım, bura Kərbəladır. Bu babam Peyğəmbərin xəbər verdiyi, atam Əlinin dediyi yerdir. Anam Zəhra vəsiyyət eləyəndə atama nə dedi? Dedi ki, uşaqlarımı sənə tapşırıram və Kərbəlada susuz öldürüləni Hüseyinə ayrıca tapşırdı. Kərbəla hamısının dilinin əzbəri idi. İmam Hüseyin dedi, bu həmin yerdir. Xeymələri salın, xeymələri qurun. Başladılar çadır qurmağa. Bilmirəm, xanım Zeynəb indi nə haldaydı, bax bu saatda.